Bugünkü işimiz master qrupun işi, istipol atapleyen işləri olacaq. Burada bir radiatorumuz olacaq 180'lıq. Buralar hamısı istipollu 70 kvadrata yaxındır. Bura mətbəxdir, burada istipol olacaq. Bura hamamdır. Taz qoyulub. Demək, bura camaşırxanadır. Qarışdırıcı qrup qoymuşuq. Yəni 2 qolu radiator olacaq, şulka radiator və qalan istipoldur. Bunlar da otaq termostatlarıdır, gəlib qoşulacaq ona. Başlayırıq istipolu çəkməyə. Plastı sərdik, vurduq. Boruların çəkilişinə başlayırıq. Başlayaq, nə edirik? Bugünkü obyekti də birinci mərtəbəsini istipolunu çəkdik. Qumlanacaq belə, betona hazırdır. Burada şkafların yeri saxlanıb, dolablar. Ön konturlu yerə bölmüşük bölgüdə. Burada da dolablar olacaq. Mətbəx mebeli. Suyu vurduq. Təzyiq altındadır ki, buraxan yer olsa bilinsin. Yəni 8 atmosfer vurmuşuq. Bunlar istipola baxır, 10 konturluq. Qarışdırıcı da qoşulub, 3 yollu vana, yəni termostat qoyulacaq bura. Neçə dərəcə, 30-35-dən 45 dərəcəyə qoyun, yəni bura 50-60 dərəcə gələndə ataplen sisteminə, radiatorlara. 2 qol burada radiatordur. Buradan qoyulacaq 30-40-dan yuxarı, yəni istipola istilik verilməyəcək. Burada litrometrlər var, burada oda termostatlar qoyulacaq hamısına, burada qoyulacaq radiatorlara. Buranın dövriyə xətti və isti soyuq su ofiş krantlarıdır bu mərtəbənin. Kanalizasiya və yuxarı gedən xəttlərdir. Hər mərtəbəyə də dövriyə xətti verilib, ayrı-ayrılıb da, yəni birinin üstündə deyil hamısı. Bu qədər bir-birlə yuxarı mərtəbəndə çəkib göstəriləcək sizə.